Hörmətli izləyicilər, mən Elnur Rəsulov. Amerikası Global Broker şirkətinin hər birinizi salamlayıram. Bugün sizinlə gündəlik bazar analizini paylaşacağıq. İlk öncə yenə də dollar indeksinə nəzər salaq. Texniki analiz nöqteyi nəzərdən bildiyimiz kimi dollar indeksinin 17 iyun tarixində başlayan yüksəliş trendi hələ də davam etməkdədir. Belə ki, həmin günü 17 iyun tarixində birinci günün müqavimət səviyyəsi qırıldı və dollar indeksi hətta ikinci müqavimət səviyyəsinin üzərində bağlanmış oldu və diqqət etirsəniz, həmin tarixdən etibarən dollar indeksi günlər üzrə birinci dəstək səviyyələrinin üzərində bağlanıb. 20 iyunda da əslində həm birinci dəstək səviyyəsini test etdi. Lakin diqqət etsəniz, dollar indeksi həmin səviyyənin üzərində bağlanmış oldu. Yəni bazarda hələ də alıcıların güclü olduğunu göstərir bu. Və bu gün də yenə də bazar açılanda hətta dollar indeksi birinci müqavimət səviyyəsinin üzərində açılmış oldu. Və gün ərzində nə qədər ki dollar indeksi bu günün birinci dəstək səviyyəsi olan 98.095 səviyyəsinin qırıb onun altına bağlanmazsa, biz dollar indeksində yüksəlişin davam edəcəyini söyləyə bilərik. Əlavə olaraq, hörmətli izləyicilər, bu həftə ən vacib xəbərlərdən birisi olan Amerikada ümumdaxili məhsul, yəni iqtisadi artım açıqlanacaq. Hansı ki, iqtisadi artımın mənfi 0,2% olacağı proqnoz edilir. Və nəticədən asılı olaraq, təbii ki, texniki analiz nöqteyi nəzərindən də dollar indeksi nə qədər ki, günlük birinci dəstək səviyyəsini qırmazsa və onun altına bağlanmazsa, biz dollar indeksində hələlik yüksəliş trendinin davam edəcəyini söyləyə bilərik. Hörmətli izləyicilər, bir digər maliyetimiz avro-dollar valyuta cütlüyüdür. Avro-dollar valyuta cütlüyünə diqqət etirsəniz, 17 iyun tarixində başlayan aşağı yönlü korreksiya bir mənada 20 iyun tarixində tamamlanmış oldu. Belə ki, 20 iyun tarixində avro-dollar valyuta cütlüyü həmin günün birinci müqavimət səviyyəsini qırdı və onun üzərində bağlanmış oldu. Bu gün isə bazar qəflə açılıb və diqqət etirsəniz, bu günün birinci dəstək səviyyəsi olan 1,14 945 səviyyəsinin altında açılıb bazar. Əgər gün ərzində valyuta cütlüyü bu günün birinci dəstək səviyyəsinin altında bağlanarsa, biz avro-dollarda yenidən aşağı yönlü enişin davam edəcəyini proqnoz edə bilərik. Yox, əgər valyuta cütlüyü bu səviyyənin üzərində bağlanarsa, o zaman bazarda alış üçün ən azından ya birinci müqavimət səviyyəsinin, yəni bu gün üçün 1,15 469 səviyyəsinin qırılıb onun üzərində bağlanmasını gözləməliyik, ya da ki, birinci dəstək səviyyəsinin altında bağlanmasını gözləməliyik. Hörmətli izləyicilər, bir digər maliyetimiz GBP-USD valyuta cütlüyüdür. Diqqət etsəniz, GBP-USD valyuta cütlüyündə əslində 20 iyun tarixində bir mənada range ticarət olub. Çünki həmin günün birinci müqavimət və dəstək səviyyəsinin arasında ticarət olunub. Bu gün isə bazar açılanda qəfl açılıb və hətta birinci dəstək səviyyəsinin altında açılıb. Və GBP-USD valyuta cütlüyü bu günün birinci dəstək səviyyəsi olan 1,34-233 səviyyəsinin altında bağlanarsa, biz GBP-USD valyuta cütlüyündə enişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyetimiz qızıldır. Qızılda da bildiyimiz kimi 16 iyun tarixində əslində qızılda satış siqnalı formalaşmışdı. Belə ki, həmin günün birinci diqqət etirsəniz dəstək səviyyəsini qırmışdı və qiymət həmin səviyyənin altına bağlanmışdı və həmin tarixdən etibarən qızılda satış trendi davam edir bir mənada. Lakin bu gün etibarilə bu günün birinci müqavimət səviyyəsini test etdi. Əgər gün ərzində qızıl nə qədər ki, bu günün birinci müqavimət səviyyəsi olan 3381 dolların altında bağlanarsa, biz qızılda hələlik aşağı yönlü korreksiyanın davam edəcəyini söyləyə bilərik. Lakin gün ərzində bu günün birinci müqavimət səviyyəsini qırıb onun üzərində bağlanarsa, hörmətli izləyicilər, əslində bu qızılda güclü alış siqnalının olduğunu göstərə bilər. Lakin hələlik biz qızılda aşağı yönlü korreksiyanın davam etdiyini söyləyə bilərik. Çünki günlər üzrə birinci müqavimət səviyyələri nə qədər ki qırılmayıbsa və qiymət onun üzərində bağlanmayıbsa, biz hələlik qızılda qeyd etdiyimiz kimi aşağı yönlü korreksiyanı gözləməliyik. Hörmətli izləyicilər, bir digər maliyetimiz Brent markalı neftdir. Neftin qiymətə diqqət etsəniz, əslində 6 iyun tarixində alış siqnalı formalaşmışdı. Belə ki, həmin günün birinci müqavimət səviyyəsi qırılmışdı. Hətta neftin qiyməti ikinci müqavimət səviyyəsinin üzərində bağlanmışdı. Və həmin tarixdən etibarən neftin qiyməti yalnız günlər üzrə birinci dəstək səviyyələrinin üzərində ticarət olunub, diqqət etirsəniz. Lakin 20 iyun tarixində baxmayaraq ki, həmin günün birinci dəstək səviyyəsini test etdi. Lakin yenə də qiymət diqqət etsəniz həmin səviyyənin üzərində bağlanmış oldu və artıq 23 iyun tarixində, yəni bu gün üçün neftin qiyməti hətta ikinci müqavimət səviyyəsinin üzərində açılmış oldu. Yəni bazar qəfl açılmış oldu. Bildiyimiz kimi bunun başda səbəbi Amerikanın İranı bir mənada bombalaması oldu və İran parlamentinin də Hörmüz boğazını bağlamaqla bağlı qərar qəbul etməsi oldu ki, Hörmüz boğazı çox vacib boğazlardan birisidir. Belə ki, dünya qlobal neft bazarına daşınan neftin təxminən 20-21% təxminən bu boğazdan daşınır və bu da təbii neftin qiymətini əgər həmin boğazda hər hansı bir bloklama olarsa, ümumiyyətlə risk daha da artarsa, bu qlobal neft bazarına bir mənada
təlatümlərə səbəb ola bilər və neftin qiymətinə bu da öz növbəsində müsbət təsir edir. Və nə qədər ki, gün ərzində neftin qiyməti bu günün birinci dəstək səviyyəsi olan 76 dollar səviyyəsini qırıb onun altına bağlanmazsa, biz neftin qiymətini hələlik alışın davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyə S&P 500 indeksidir. S&P 500 indeksi əslində bir mənada 17 iyundan etibarən range içərisində ticarət olunur. Diqqət etsəniz, həmin tarixdən etibarən yalnız S&P 500 indeksi 17 və 18 iyun tarixində birinci müqavimət və birinci dəstək səviyyəsinin arasında ticarət olunur. Baxmayaraq ki, 19 iyunda birinci dəstək səviyyəsini qırıb, hətta ikinci dəstək səviyyəsini qırıb, lakin yenə də qiymət birinci dəstək səviyyəsinin üzərində bağlanıb. Bu da bazarda alıcı və satıcıların əslində eyni güclü olduğunu göstərir və gün ərzində bu günün birinci dəstək səviyyəsi olan 5968 dollar səviyyəsi qırılıb, onun altında bağlanarsa bazar, biz S&P 500 indeksində aşağı yönlü korreksiyanın və ya satışın başladığını qeyd edə bilərik. Hörmətli izləyicilər, gün ərzində sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.